ilə mənim nağıllarım. Biri vardı, biri yoxdu. Bir ata vardı, bir oğul. O gözəl ata mənim atam idi. O oğlan isə mən idi. Mən uşaq ikən anam öldü. Atam ilə mən qaldım. Atam məni çox sevərdi. Mənim həmişə sevincək olmağım onun istəyi idi. O istəyirdi mən yaxşı öğüd alıb, yaxşı oxu oxuyam. İstəyirdi insan olam, sevimli olam. Mən isə bu iyi atanı çox sevərdim. Atam ilə mən Berləndə yaşayardıq. O vaxtlar Berlən Almaniyanın baş kəndi idi. Elə ki dünyanın savaş sevərləri bir-birinin canlarına düşdülər, bizim də şarımız dağıldı. Almaniya basıldı. Berlin isə basqın edən savaşçıların əlinə keçdi. Ondan 40 il keçir. Onca dağıntılardan mənim üçün 3 kitab yadigar qalıb. Atamın şəkillər çəkdiyi bu 3 kitab nağıl ilə doludur. Bu şəkillərin özlərinin də nağılı vardır. Atam gündəliklərə, dərgilərə rəssamlıq edərdi. Atamın həmin yol ilə qazandığı para ilə keçinərdik. Kiçik evimiz, yüngülvarı yaşayışımız vardı. Buna baxmayaraq könlümüz sevinc ilə dolu idi. Atam evimizdə mənim üçün həm ana idi, həm ata idi, həm də yaxşı bir dost. Evin bütün işləri atamın boynuna idi. Mən günü-gündən böyüyür və ona kömək edərdim. Amma sevirdim həmişə kiçik qalam və atam mənə nağıl desin. Anam sağ ikən mənə nağıl deyərdi. Ömrüm boyu nağılı sevmişəm. Anamın mənə nağıl deyə bilmədiyi üçün atamın ürəyi yanırdı. Bir gün Midat kağızını gətirdi. Məni dizləri üstündə oturtdu. Mənim üçün şəkil çəkdi. Nağıl dedi. Mən o nağılı çox sevdim. O gündən bəri atam boş çağlarında mənə nağıl deyərdi. Necə də gülməli və dadlı nağıllar. O elə nağıllar deyərdi ki, onda mən də olardım, atam da. Bütün istədiklərimizi o nağıllarda tapardıq. O nağıllarda istədiyimiz zadlara çatardıq. O nağıllarda atam ilə mən gülməli işlər görərdik. Atam o nağılların hamısını mənim üçün kağızda çəkərdi. Özünün də mənim də şəkillərimizi gülməli çəkərdi. Bunu mənim sevinib gülməyim üçün edərdi. İndi həmin şəkillərdən və nağıllardan 3 kitabım vardır. Bu 3 kitab mənimlə atamın nağılları ilə doludur. Gülməli şəkillər ilə doludur. Dünyanın bir çox ölkələrinin uşaqları illərdir ki, bu kitabları və onun şəkillərini görür və sevir. Bilmirəm, sən də onları sevəcəksən yoxsa yox. Keşke onları sevəsən. Axı, bu kitablar mənim gözəl, sevimli atamın yadigarıdır. Sənin dostun oğul.